Məşhur Zibeydə mahnısının əslində bayağı mahnı kimi nəzərdə tutulduğunu bilirsiniz. İzləyək. Hala göz şirin söz Zibeydə, mən sənə yalvarıram. Dərdinlə heyvatay saraldım, gəl mənə yalvarıram. Bəxtiyar filmində müxtəlif mahnılar olsa da ən uğurlusu və seviləni məhz Zibeydə olur. Ancaq bu mahnı heç də əvvəldən belə düşünülməyib. Belə ki, filmin rejissoru Lətif Səfərov Tofiq Quliyevdən istəyir ki, bayağı bir mahnı yazsın. Bunun səbəbi isə Bəxtiyar obrazının Ağabağanın toruna düşməsini vurğulamaq, həqiqi incəsənətdən uzaqlaşdığını göstərməkdir. Ancaq Tofiq Quliyev bu istəyin əksinə gedir. Nəticədə ortaya unudulmaz mahnı çıxır. Rəşid Behbudovun unudulmaz ifası mahnını daha da populyarlaşdırır. Behbudov bu filmdə başqa mahnıları da həm Azərbaycanca, həm rusca səsləndirir. Filmin sevilməsi və uğur qazanması onun aktyorluq və müğənnilik bacarığı ilə əlaqələndirilir. Bəs sizin bu filmdə ən bəyəndiyiniz ifa hansıdır?